Fitr bayramı. Fitrə nəyə deyilir və fitrə kimlərə veriləcək və fitrə necə çıxarılacaq? Birinci növbədə fitrə 1 kiloqram, 3 kiloqram buğda, un və yaxud xurma, kişmiş. Bunun da qiymətləri necə olacaq? Bazar satışı ilə insan soruşacaq, özü hesablayacaq. Tutaq ki, buğdanın 1 kilosu 1 manatdır, 3 kilosu 3 manatdır. Adam başına 3 manat. Və yaxud da kişmişin kilosu 5 manatdır, 3 kilosu 15 manatdır. Adam başına 15 manat. Yəni, yaxşı olar ki, imkanlı şəxslər buğdanın kilosu ilə yox, kişmişin kilosu ilə, qiyməti ilə daha çox fitrə çıxarsın. Bu yaxşı olar. Və bir də fitrə kimlərə veriləcək? Hansı şəxslərə veriləcək? Bax, əsas burada diqqətli olmaq lazımdır. Fitrə namaz qılan insanlara, mömin və möminə, xanım və kişiyə veriləcək. Yəni, günahda aşkarı olmasın, namaz qılan olsun, bihicab olmasın, binamaz olmasın. Yəni, fitrə bunlar üçün nəzərdə tutulub. Çünki hökm budur. Risalədə budur. Hökm budur ki, fitrə çıxarılacaq, namaz qılan yoxsullara veriləcək. Burada başqa bir mövzular var. Hər namaz qılana yox, namaz qılan fəqir şəxslərə, miskin şəxslərə və bunun da vaxtı bayram namazına kimi çatdırılsa daha gözəl olar, gün çıxmamış. Əgər ona kimi də çatdırılmasa, zöhr əzanına kimi çatdırılsa daha gözəl olar. Allah bütün ibadətləri, bütün ehsanatları inşallah qəbul etsin.